Gəlin use reducer'dan istifadə eləyərək bəsit bir kalkulyator yaradaq. Əvvəlcə UI hissəsini yazaq, aradan çıxsın. Bəsit bir UI olacaq. Burada mən indidən use reducer'ı import eləyə bilərəm. Sonra işlədəcəyik. Gələk burada bir divimiz var, adı olsun, class name olsun container. Və bizim bu container divimizin içində bir dənə form olacaq. Və formumuzun içində 2 dənə text inputu olacaq, hansı ki daxil ediləcək ədədlər olmalıdır. Deməli, bunun placeholder'ı olsun birinci ədəd. Bunun placeholder'ı olsun ikinci ədəd. Və bu iki input arasında bizim hesablama operatorlarımız olmalıdır. Ona görə mən bir drop down yaradacağım. Bunun içində 4 dənə operatorumuz olacaq. Oy, 8 dənə niyə yazdım? 4. Aha. Operatorlarımız toplama, çıxma, vurma və bölmə. Aha. Və burada ikinci inputdan sonra bir dənə də submit buttonumuz olsun. Adı da olsun hesabla. Yəni ona basanda hesablama aparılsın. Və burada da ən sonda bir dənə span olsun və o da bizim nəticəmizi göstərsin. UI-ımız hazırdır. Gəlin bunu run eləyək. Görək necə görünür. Mən artıq öncədən bəsit bir CSS yazmışam. Deməli, UI-ımız hazırdır. Gəlin keçək funksionallıq hissəsinə. Ümumiyyətlə, use reducer nədir? Use reducer, use state kimi bir state management hookudur. Yəni ki, state'i, datamızı idarə eləmək üçün bir hookdur. Biz bu kalkulyatoru use state ilə yazmaq istəsək, buradakı birinci ədəd üçün, ikinci ədəd üçün və digər dəyişənlər üçün çoxlu alt-alta state'lər yaratmalıyıq. Use reducer ilə isə biz bu dəyişənlərin ilkin halını bir initial state'in içində qeyd edirik. Və sonra onları reducer adlı functionla dəyişirik. Yəni onların necə dəyişəcəyini müəyyən edirik. Yəni düşünək ki, biz bir poçt şöbəsindəyik və orada çoxlu məktublar var, düzdür? Həmin məktublar bizim state'imizdir, bizim datamızdır. Reducer function da həmin poçtun işçisidir. Yəni ona gələn təlimatlara əsasən oradakı məktubların başına oynaçır, nə bilim, onları harasa göndərir, onları bəlkə tulluyur və s. və s. Və bir də bizdə var dispatch. Dispatch isə həmin o poçt işçisinə təlimatları göndərən bir icra edici, bir adamdır, belə deyək. Gəlin baxaq bu yazıda necədir. Əvvəlcə bir initial state yaradırıq. Initial state bir object olacaq. Bunun içində olacaq bizim num1'imiz. Num1 yəni ki, daxil ediləcək ilk ədədimiz. Onun ilkin dəyərini eləyək null. Sonra bizdə olacaq num2. İkinci daxil ediləcək ədəd. Onun da ilkin dəyəri olacaq null. Sonra bizim olacaq hesablama operatorumuz. Onun ilkin dəyəri olsun plus işarəsi. Oradan başlasın. Və bir də bizim olacaq nəticəmiz. Yəni result. Onun da ilkin dəyəri olsun null. Bu bizim initial state'imiz. İndi gələk həmin o reducer function'ı yazaq. Reducer function'ımız bir state qəbul edir, bir də action qəbul edir. Və action'ın növünə görə, yəni bu action'ın, bu əmrin növünə əsasən state'in necə dəyişəcəyini müəyyənləşdirir. Burada bir switch case yaradıram. Və burada action key olaraq qeyd edirik action.type. Yəni biz əmrin növünü yoxlayırıq. Əmrin növü nədirsə, ona əsasən bunlarda dəyişiklik eləyirik. Gəlin burada default olaraq bu bizə return eləsin state'imizi. Və indi burada bizdə olacaq 4 dənə case. Ona görə elə bunu kopyalayayım alt-alta case'lərimizi. 4 dənə case'imiz olacaq. Deməli, birinci case'imiz, bundan biri dəyişmək üçün yazırıq burada. Əgər action'ımızın type'ı set num1'dirsə, neynəsin? Return eləsin. State'imiz olduğu kimi return eləsin, amma num1'i dəyişsin. Nəyə dəyişsin? Action'ın payload'una. Deməli, bu yazılış nə deməkdir? Əgər sənə gələn əmrin növü set num1'dirsə, o zaman get bu state'in içindəkiləri olduğu kimi saxla, amma num1'in dəyərini dəyiş. Nəyə dəyiş? Action'ın payload'una. Action'ın payload'u nə deməkdir? Bu.
Məsələn, mən bura 11 yazdımsa, bu mənim actionımın, yəni gördüyüm hərəkətin payloadudur. Yəni mən deyirəm ki, sənə əgər bu əmr gəlirsə, ora nə yazılıbsa, gətir onu num1-ə bərabər elə. Bu yazılış bu deməkdir. İndi bunu təkrarlayırıq digəri üçün. Set num2. Yəni ikinci ədəd daxil ediləndə, sənə bu əmr gələndə get yenə state objektinin içindəki hər şeyi olduğu kimi saxla, amma num2-ni dəyiş. Nəyə dəyiş? Action.payload-a. Eyni şəkildə operator üçün də deyirik ki, əgər sənə gələn əmr set operatordursa, o zaman return elə. Yenə state'imizi olduğu kimi saxla, amma içindəki operatoru dəyiş. Nəyə dəyiş? Action.payload-a. Yəni bu da yenə o deməkdir ki, mən burada minus seçirəmsə, action'ımın payload-u oldu minus. Get onu bərabər elə minusa. Deməli, bu 3 case asan. İndi gəldik, burada sonuncu case'imiz bizdə olacaq hesablama. Əgər sənə bu əmr gəlirsə, neynə? Əgər sənə bu əmr gəlirsə, let result bərabərdir 0. Resultımız bərabər olsun 0-a. Və bir dənə switch case daha yaradaq. Bu dəfə nəyi yoxlayırıq? Əgər sənə calculate əmri gəlirsə, hesabla əmri gəlirsə, get bu state'in içindəki operatoru yoxla. Ona görə bura yazırıq state.operator. Əgər həmin operator plusdursa, onda resultımızı bərabər elə nəyə? State'in içindəki num1 üstə gəl state'in içindəki num2-yə. Yəni get yoxla, bu əmr sənə gələndə get bu state operatoru yoxla. Operator plusdursa, həmin buradakı num1 ilə num2-nin dəyərlərini topla. Və digər şəkildə də yenə minusdursa çıx. Bunları mən indi copy paste eləyəcəm. 1, 2, 3 dəfə. Burada format document. Bunu silək. İndi burada deyirik minusdursa num1-dən num2-ni çıx və resultı ona bərabər elə. Sonra burada vurma işarəsidirsə state'in içindəki num1-i vur state'in içindəki num2-yə və resultı ona bərabər elə və nəhayət bölmə işarəsidirsə, o zaman da böl. Və bizə qaytarsın nəyi? Bizdə return eləsin. Yenə state'imizi olduğu kimi return elə və həmçinin də onun içində bizə resultı qaytar. Deməli, bir daha baxırıq. 4 dənə bizim action type'ımız var. Set num1 gəlirsə, get bunu icra elə, yəni num1-i yazılan dəyərə bərabər elə, input'a yazılan dəyərə. Num2-dirsə, num2-ni həmin dəyərə bərabər elə. Sonra operator əmri gəlirsə, operatoru nə qoyulubsa ona bərabər elə. Əgər sənə calculate, yəni hesabla gəlibsə, deməli, resultı 0 elə və get state operatora bax. O nədirsə, ona uyğun əməliyyatı icra elə və resultın dəyərini bərabər elə ona. Bu qədər bəsit. İndi bu reducer functionunu işə salacağıq use reducer vasitəsilə. Burada yazırıq const state. Bu state'imizin ilkin dəyər olaraq buna ötürürük bunu. Bu state ötürəcəyik. Və həmin dediyimiz dispatch, hansı ki bizim poçt işçisinə təlimatları bu dispatch göndərəcək. Bərabərdir use reducer və ötürürük reducer'ı bilsin ki kimə göndərəcək təlimatı və ilkin dəyər olaraq da ötürürük initial state'i. Əla. İndi gəlirik bura. Birinci inputumuz, yəni birinci ədədimiz. Deyirik ki, sənin on change-ində i-ni götür və dispatch'ə təlimat veririk. Type olsun set num1 və payload olacaq həmin bu i.target.value. Bu nə deməkdir? Yəni deyirik ki, bu input'a nəsə yazılanda, yəni bura nəsə yazılanda dispatch reducer'a təlimat göndərsin. Təlimat göndərsin ki, bax action'ımızın type'ı budur. Yəni sənə bu əmr göndərilir. Reducer bunu bilir, çünki dispatch bunu ona göndərir. Və həmçinin deyirik ki, bizim action'ımızın payload'u da budur. Ki, yəni gətirsin həmin bu user. Bu nə deməkdir? Bizim user'ımızın daxil etdiyi dəyər, düzdür? Bunu da göndəririk ki, gəlsin burada, qoysun bura action'ımızın payload'u. Odur, deməli, num1-i bərabər elə həmin şeyə. Və burada inputumuzun value'su, dəyəri də olsun nə? Əgər state'imizin içində num1 varsa, num1 olsun, yoxdursa boş stringə bərabər olsun.
Eyni şeyi indi ikinci input üçün təkrarlayırıq. Bunun da value'su state'imizin içində num2 varsa value'su num2 olsun, yoxdursa boş string olsun. Yenə bunun da on change'ində nə baş versin? İ'ni götürsün. Hə, mən burada bir şey eləmək yadımdan çıxdı. Biz rəqəmlərlə işləyirik deyə bu i target value bizdə stringdir. Biz amma hesablama apararkən rəqəm ədədlərlə eləyəcəyik. Ona görə bura number yazmaq lazımdır. Eyni şeyi indi burada da eləyirik. Deyirik, sən on change'ində, yəni ikinci inputumuzun on change'ində i'ni götür. Yenə dispatch'e deyirik ki, təlimat göndər. Təlimat göndər ki, action'ımızın type'ı nədir? Set num2. Yəni əmr növü reducer'a bu əmr növü getdi. Və eyni şəkildə payload'u da göndər. Payload'umuz da yenə ədədə çevrilmiş i.target.value. Yəni mən gəlib bura nəsə yazanda, artıq on change'ində, mən bura nəsə yazanda, bunun on change'ində set num2 təlimatı reducer funksiyona göndərəcək dispatch və eyni şəkildə də action'ımızın payload'u olaraq da bunu göndərəcək. İndi gəlirik eyni şeyi select üçün təkrarlayırıq. Burada optionlarımız üçün deyirik ki, sənin value'un olsun state'in içindəki operator və sənin də on change'ində yenə i'ni götür və dispatch təlimat göndər. Type'ı bu dəfə olacaq set operator. Və payload'umuz da yenə olacaq i.target.value. Əla. Əgər heç bir problem yoxdursa, biz bu dəyərləri konsola verib görə bilərik ki, işləyir yoxsa yox. Konsol log eləyək. State'in içindəki num1'i, state'in içindəki num2'ni və state'in içindəki operator. Gedək baxaq konsolda nə baş verdi. Baxın, ilkin dəyərlər null, bu birinci və ikinci inputumuzdur və operatorımızın da default dəyəri plusdur. Gəlin baxaq, mən bura 11 yazdım, gördünüz dəyişir. 22 yazdım, burada ikinci dəyərimiz göründü. Buradan da bunu dəyişirəm. Deməli, biz bu dəyərləri düzgün şəkildə götürdük, işə saldıq. Əla. Konsolu buradan yığışdırıram. İndi qaldı bizdə bu hesablama funksiyonu işə salmaq, belə deyək. Biz burada düz bir handle submit funksiyası yaradacağıq. Yəni ki, bu submit butonuna basanda nə baş versin? Bu əmr göndərilsin. Dispatch bu əmri bura göndərsin. Ondan sonra getsin, baxsın, state operatorumuz nədirsə, ona uyğun hesablamanı aparsın və bizə resultı qaytarsın. Bunun üçün burada handle submit funksiyamızı yazırıq. Bərabərdir. Bu bir arrow function olacaq və əvvəlcə deyirik i.prevent. Bu əvvəl öz-özünə çıxırdı. Niyə də öz-özünə çıxmır görəsən? i.prevent default. Və deyirik ki, dispatch təlimat göndərsin reducer'a, desin ki, action'ımızın type'ı calculate'dir. Başqa nəsə eləməyə ehtiyac yoxdur. Artıq biz bunu işə salanda, yəni handle submit harda işə salırıq? Formda. Gəlib deyirik, sənin on submitində handle submit işə düşsün. Və burada nə olacaq? Biz submit butona, yəni burada ədədlər yazıb submit butonuna basanda dispatch reducer'a təlimat göndərəcək ki, calculate işə düşsün. Calculate işə düşəndə də gedib baxacaq, state'in içindəki operator nədir? Plussusa toplayacaq, minususa çıxacaq və s. və sonra bizə resultı qaytaracaq. Burada da nəticədə deyirik ki, göstərsin bizə state'in içindəki resultı. Gedək baxaq, işləyirmi? Yazıram 11, yazıram 11. Hesabladıq, 22 bizə qayıtdı. Gəlin digərlərini də yoxlayaq. Bölmə işarəsi 11, 2. Əla. O birləri də yoxlayaq hər ehtimala qarşı. Vurma. Əla. Bir dənə də çıxma eləyək. Dəqiq olsun. İşləyir. Təbii ki, bunun reset hissəsini də yazmaq olar. Yəni ki, burada yazırıq ki, handle submitdə hesablayandan sonra getsin onların dəyərini default vəziyyətinə qaytarsın. Bunu da yenə dispatch ilə burada yaza bilərik.
Yəni bu qədər bəsit. Əgər bizim cəmi bir dənə state'imiz varsa, yəni bir dənə dəyişən işlədəcəksə, use reducerdən istifadə etmək lazım deyil. Yəni bunu use state-lə eləmək olar. Amma artıq biz məsələn burada görürsüz bizdə 4 dənə dəyişən var, düzdür? Və bu 4 dəyişən üçün ayrı-ayrı state'lər yaratmaqdansa onu yəni ki, bir state-in içində ilkin dəyərlərini yaradıb reducer function-la dəyişmək daha rahatdır. Əsasən də daha böyük proyektlərdə.